Salam əziz izləyicilər. Bugün sizə çox sadə, amma eyni zamanda çox faydalı və doyumlu bir yemək qreçka kotleti hazırlayacağam. Bu resept həm uşaqlar, həm böyüklər, həm də yüngül və sağlam qidalanma sevənlər üçün idealdır. Əvvəlcə qreçkanı yaxşıca yuyub bişirdim. Qaynadıqdan sonra onu blenderə əlavə edib hamar və yumşaq kütlə halına gətirdim. Ardınca tərəvəzlərimi də blenderdən keçirdim. Həm ətrini, həm də vitaminlərini qorumaq üçün bu üsul çox gözəldir. Sonra isə sırada soğan var. Onu da blenderdən keçirərək qarışığa əlavə etdim. Yeməyimizin həm dadını, həm də tamlığını artırmaq üçün bir yumurta əlavə etdim və bütün ərzaqları gözəlcə qarışdırdım. Bu qarışıqdan kiçik-kiçik kündələr formalaşdıraraq tavada hər iki üzü qızarana qədər bişirdim. Nəticədə həm yumşaq, həm ətirli, həm də çox faydalı qreçka kotleti əldə olundu. Əgər siz də mənim kimi sağlam və dadlı reseptləri sevirsinizsə, bu yeməyi mütləq sınayın. Videomu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Hələlik.